Ağıllı qocanın ağlı. Biri varmış, biri yoxmuş. Uzaq keçmişlərdə qəddar bir şah varmış. Bu şahın qoyduğu qanuna görə övladlar əldən düşmüş qoca ata-analarını səbətə qoyub dallarını alar, aparıb əl çatmaz, sıldırım bir qayaya qoyarmışlar. Qayanın hansı səmtinə baxsaydın, qalaq-qalaq insan sümüyü görərdin. Bu açıq qəbristanlığın yüksək qayalıqları insan ətinə dadanmış quşların məskəni idi. Bütün quşlar zirvədə dayanıb yeni gətiriləcək insanı acgözlüklə gözləyirdilər. Səbətdə qoca gətirən insanın başının üstündə dövrə vurar, tür-küpədən heybətli səslər çıxarardılar. Adam diri qocanı yerə qoyub aralanan kimi qaraquşlar, quzğunlar həmin qocanı didik-didik eləyib yeyər, quruca sümüklərini saxlayardılar. Qoca adamları bu cür dəfn etmək adətə çevrilmişdi. Qəddar şahın qoyduğu bu qanundan heç kim imtina eləyə bilməzdi. Günlərin bir günündə İbrahim adlı bir oğlan atasının əldən ayaqdan düşdüyünü görüb ona dedi: "Gedək ata, artıq sənin vaxtındır. Səni biraz da gecikdirsəm, el məni qınayar." Ata naləc qalıb dedi: "Məsləhət sənindir oğul." Evdəkilərin hamısı qoca ilə halallaşdı. İbrahim atasını səbətə qoyub dalını aldı. O ağır-ağır, kədərli halda insan qəbristanlığına üz qoydu. Az getdilər, çox getdilər, yolda qoca dərindən bir ah çəkdi. İbrahim atasından ah çəkməyinin səbəbini soruşdu. Qoca cavab vermədi. İbrahim ondan əl çəkmədi. Axır ki atası dedi: "Heç oğul, yadıma düşdü ki, bir vaxt mən də sənin kimi atamı səbətə qoyub həmin bu yolla qəbristanlığa aparırdım. İndi sən də məni aparırsan." Qocanın bu sözləri İbrahimin ürəyinə ox kimi sancıldı. İstədi ki, atasını evə qaytarsın, ancaq el adətini pozmaqdan çəkindi. O yolunu yavaş-yavaş davam elətdirdi. Qəbristanlığa çatanda quşların dəhşətli qarıltısı İbrahimi vahiməyə saldı. Atasını yerə qoyub biraz dincəlmək istədi. Ancaq acgöz quşlar dövrə vurub ata və oğlun başı üstündə hərlənir, İbrahimin aralanmasını gözləyirdilər. Qoca acgöz quşlara baxıb oğluna dedi: "Git oğlum, git, sənə can sağlığı. Ancaq səbəti də aparmağı unutma." İbrahim cavab verdi: "Ata, mən anamı bu səbətlə gətirmişdim. Evimizdə axırıncı qoca səndin. Sən də ki gətirmişəm. Daha səbət nəyimizə lazımdır?" Qoca dedi: "Yox oğul, axı sənin də oğlun var. O böyüyəcək, sənsə qocalacaqsan. Bir vaxt o da bu səbətlə səni gətirib quşlara yem eləyəcək. Apar oğul, apar, o səbət sənə də qismət olacaq." İbrahimin bütün varlığı titrədi. Elə bil qəflət yuxusundan ayıldı. Birdən atasını qucaqlayıb qışqırdı: "Yox ata, yox, mən səni bu vəhşi quşlara yem etməyəcəyəm. Mən səni saxlayacağam." O daşla, ağacla quşları qovdu. Gördü ki, qayanın dibində bir mağara var. İbrahim atasını həmin mağaraya qoyub dedi: "Ata, sən burada yaşa. Mən sənə yorğan döşək, hər gündə yemək içməyini gətirəcəyəm." İbrahim mağaranın ağzına daş düzdü. Daşların arasından içəri işıq düşürdü. O dediyi kimi də elədi. Atasının yemək içməyinə yaxşı fikir verirdi. Günlərin bir günündə şəhərə gələn suyun başında əjdaha peyda oldu. Əjdaha suyun qabağını elə kəsmişdi ki, şəhərə bir damcı da su gəlmirdi. Onun əlindən bütün cəmaət zara gəlmişdi. Əjdaha ilə pəhləvanlar nə qədər vuruşsalar da ona qalib gələ bilmirdilər. Padşah car çəkdirib elan elədi ki, hər kim əjdahanı ya öldürsə, ya da torpaqdan qovsa, onu dünya malından qəni eləyəcək. Hər kim bu işə girişdisə, əjdaha ağzından püskürdüyü alovla onu külə döndərdi. Daha heç kəs onunla üz-üzə gəlməyə cürət eləmədi. "Sənə kimdən xəbər vereyim?" İbrahimdən. İbrahim yemək götürüb yenə atası olan mağaraya yollandı. Ata gördü ki, yemək var, amma nədənsə oğlu su gətirməyib. Soruşdu: "Oğul, bəs su niyə gətirməmsən?" İbrahim cavab verdi ki, "Hal qəziyyə belədir, cəmaət susuzluqdan qırılır. Əjdahanın əlindən zara gəlmişik. Heç kəs ona bata bilmir." Qoca biraz fikirləşib dedi: "Oğul, mən o əjdahanın öhdəsindən gələ bilərəm." İbrahim sevinclə dedi: "Ata, sən əjdahanın öhdəsindən gələ bilsən, bütün xalqı xoşbəxt eləmiş olarsan. Üstəlik şah xəzinəsinin yarısını bizə bağışlayar." Qoca dedi: "Oğul, sən şahın yanına get. Ona de ki, uzunu 10 arşın, eni 4 arşın bir güzgü hazırlasın. Cəmaət həmin güzgünün arxa tərəfindən tutaraq əjdahaya doğru getsin. Əjdaha güzgüdə öz şəklini görüb vahiməyə düşəcək, qaçacaq. O qaçdıqca siz də onu güzgü ilə qovun. Əjdaha sizin torpaqdan ilim-ilim itəcək." İbrahim şahın yanına gedib dedi: "Şah sağ olsun, mən o əjdahanın öhdəsindən gələrəm. Ancaq bir şərtlə ki, verdiyiniz sözə əməl edəsiz." Şahın susuzluqdan dili dodağı qurumuşdu. Çar-naçar qalıb and içdi ki, xəzinəmin yarısı sənindir. İstəyirsən indidən daşıtdır. Bircə bizi bu bəladan qutar.
İbrahim dedi: "Şah sağ olsun, mənə böyük bir güzgü düzəltdir." Şah İbrahimin dediyi kimi böyük güzgü düzəltdirdi. Güzgünün yanlarından arxa tərəfdən əl tutmağa yer qoydular. Camaat güzgünü əjdahaya tərəf apardı. Əjdaha gördü ki, ona tərəf ağzından od püskürən bədheybət bir heyvan gəlir. Gördü ki, bu heyvan bunu deyəsən yeyəcək. Başladı götürülməyə. Camaat onu arxadan güzgü ilə qovurdu. Əjdaha hərdən bir geri dönüb baxanda görürdü ki, bədheybət heyvan yenə gəlir, başlayırdı daha bərk qaçmağa. Xülasə qaça-qaça padşahın torpağından çıxdı. Camaat döşəndi suyun canına, hamının gözlərinə şəfa gəldi. Sevincdən, şadlıqdan hamı İbrahimi atıb tuturdu. Padşah İbrahimi çağırtırıb dedi: "Oğul, şərtimiz şərtdir, ancaq de görüm bu fikir, bu tədbir sənin ağlına hardan gəldi?" İbrahim dedi: "Şah sağ olsun, bu mənim tədbirim, hünərim deyil. Cavanlar nə qədər ağıllı olsalar da qocalara, onların müdrik məsləhətlərinə, nəsihətlərinə ehtiyacları var. Biz bütün qocaları göz bəbəyimiz kimi qorumalıyıq. Onları qurda quşa yem etməməliyik. Bütün insanları xilas edən bu tədbiri mənə öyrədən atam oldu." İbrahim bütün əhvalatı olduğu kimi padşaha nəql elədi. Camaat heyrətlə qulaq asırdı. Padşah əmr elədi: "Bu saat qocanı bura gətirin." Camaat sevinclə dağa tərəf yüyürdü. Qocanı təntənə ilə şəhərə gətirdilər. Şah xəzinəsinin yarısını İbrahimə verib murdar adəti ləğv elədi. O gündən öz əcəlləri ilə ölənə qədər qocalara hörmət və qayğı göstərildi. Qocalarınsa sevinci yerə göyə sığmırdı.